Münasibətlərdə maraq yarandıqca qorxu insanı niyə geri çəkir? Bu drama deyil, bu oyun da deyil. Bu, beynin müdafiə mexanizmidir. Yaxınlıq yarananda beynimizdə təhlükə ilə əlaqəli mexanizmlər aktivləşir. Xüsusilə amigdala, yəni beynin təhlükə mərkəzi. Beyin yaxınlığı bəzən sevinc yox, emosional risk kimi oxuyur. Yəni onlar yaxınlığı təhlükə kimi kodlayıb. Bu şuurlu qərar deyil. Bu, şuuraltı müdafiə reaksiyasıdır. Amigdala nədir? Amigdala limbik sistemin bir parçasıdır. Beynimizin emosional mərkəzidir. Problem buradadır. Uşaqlıqda amigdala tam formalaşmamış olur. Bu dövrdə yaşanan tərk edilmə, emosional laqeydlik, həddindən artıq tənqid ya da travma beynimizdə emosional izlər qoyur. Amigdala deyir, bu hiss təhlükəlidir. Nəticədə nə olur? İnsan fərqində olmadan dərin etibar problemi yaşayır. Sevgi və bağlılıqda çətinlik çəkir. Problem keçmişdə öyrədilmiş qorxunun bugünü idarə etməsidir. Bəs biz belə insanlarla münasibətdə necə davrana bilərik? Belə insanla rastlaşdıqda sakit ol. Onların geri çəkilməsi sənin dəyərinə aid deyil. Biraz məsafə ver və onları zorlamadan rahat bir sahə yarat. Sabit ol və gözlə. Maraqlarını yenidən göstərdikdə sakit və dəstəkləyici davran. Qorxu pis bir şey deyil. Bu, marağın əlamətidir.